Seçdiyimiz parça Şeyx Sənan əsərindəndir. Arkadaşlar, şu parlayan günəşin feyzi birdir cihanda hər kəs üçün. Türk, Hindü, Ərəb, Əcəm bilməz, nuru hər yanda artar, əksilməz. Mənəvi bir günəş də var, nəvvar, o da İslam dinidir, parlar. Pək müqəddəsdir işte məqsədimiz, bunu lakin sakın unutmayınız. Bir çox alim nüma, xəyanətkar dini İslam'a rəxnə salmışlar və ya Xaliqi kainat halbuki bir. İşte Kur'an və Kəbə həb birdir. Əhli İslam'a həb şu birliyi biz nəşr-i isbata qeyrət etməliyiz. Çox qısa parça içərisində Hüseyin Cavid milliyyətçi yox, irqçi, yəni öz qövmünü aşırı şəkildə digər qövmlərdən üstün hesab edən zehniyyəti tənqid edir. Və bu zehniyyət önündəki ən böyük əngəlin İslam dini olduğunu bəyan eləyir. Eyni zamanda bir növ bu bəşəriyyətə bir mesajdır ki, dünyanın qarşılaşdığı fəlakətlərin önündəki ən böyük əngəl İslam mədəniyyəti və İslam düşüncəsidir.